Bu yəqin ki bildiniz. Deməli, BMT-də Rusiyanın nümayəndəsi BMT-nin Təhlükəsizlik Şurasında oranın nümayəndəsi Nebenzyadır. Bu da Xarici İşlər Naziri Rusiyanın Lavrovdur. Bu ermənidir. Bu da qondarma Rusdur. İndi bilmirəm, Yahudi qarşılığında Rusla kimdir, nəysə. Bunlar iki Tula, o deyil Tula. Nəyə görə Pyotr, bunların kralı Ruslara heyvan deyib. Mən o heyvanlığı onları görmüşəm neçə illər onlarla oturub duran adam. Heyvan nəyə görə? Deməli bunlar Ərəb Rus da bunlar. İçdilər, qardaş, ya öldürməlisən ya da çıxmalısan, getməlisən, yoxsa səni öldürəcəklər. Bu bir. İkincisi nə edirlər? İçəndə dostlarıyla içirlər, yox. Bir də görsə anasını tutub zorlayırlar. Bacısını tutub zorlayırlar. Bax bu millət Ruslar. Bu Nebenzya oturub orada ağıl qoyur. Lavrov ağıl qoyur. Heyvanlar bugün bizi müzakirə edir. Bacısını zorlayır qonşularla. Mənə danışır. Deyir, я вчера своей сестру насиловал. Выпил, изнасиловал, да, с друзьями. O birisi deyir, слушай, жену насиловали вместе с друзьями. Я не знаю как. Дочь. Групповое насилие. Выпили, насиловали. Я говорю, ну как можно? Ну выпил, да. Бахуна говорят, выпил, животное несчастное. Выпивает свое насилие мать, дочь, жену. И эти дегенераты сегодня осуждают Азербайджан. Aha. Baktılar anasını, kızını, bacısını zorluyor Rus xalqı. Necə ərəblər zorluyurlar analarını, farslar necə zorluyur analarını, bacılar içəndə ha. Yəni heyvan deyiblər bunlara, elə belə deməyib Pyotr birinci. Və görün, durub deyir ki, bu iki donuz, heyvan, Ruski Schwein, Almanlar deyirlər. Bax bunlar, bu yetimçələr, görürsünüz Putinlə Solovyov. Bu yetimçələr bugün Ermənistanı təzədəndən Farsı Ermənistanı silahlandırırlar. Deməli, bunlar durub BMT-də deyir ki, İsrail, Amerika hücum edib, Farsların uşaqlarını öldürürlər raketlərlə, görün nə deyir. Orada biri demədi ki, 4 ildir sən Ukraynanın uşaqlarını 200 mindən çox gecə yatdığı yerdə İran raketləri ilə bombalayır. İran şəhidləri ilə bombalayır yatdığı uşaqları. İran, Ruslar, Ukraynanın uşaqlarını 200 min uşaq öldürüblər. Bugün deyir Fələstində 50 min uşaq ölüb, onu bütün günü deyirlər. Farslarda 10 dənə uşaq ölüb, bütün günü onu deyirlər. Demirlər Ukraynada, demirlər Xocalıda, Qarabağda. 100 minlərlə uşaq başı kəsmişsiniz. Uşaq öldürübsünüz. Budur, baxın. Minasən general, bütün dünya qarşısında, BMT də bilir. BMT də bilir, hani bizim o alçaqlar danışırlar. Bu alçaq satqınlar, bunlar. Bax bunlar, bunlar İran sevgisi olanlar, Erməniyə dəstək olanlar. Bundan deyir, bütün BMT-nin qabağında, dünyanın qabağında deyir ki, mən uşaqların başını kəsirdim, zorluyurdum. O Gürcü qızına danışır. Və sayı hesabını bilmirəm, sayı hesabını itirib kişi. Bu general. Mən özdə gülür, deyir Azərbaycanlılar məni axtarır. Bax, bunlar alçaqlar. Bunlar, nə deyim, sözüm yoxdur. Bizdən nə istəyirlər, özünüz bilirsiniz də, bizi məhv eləməyə gəlirlər bunlar.
Durur deyir İsrail gör. Oğru deyir oğrunu tutun. Bandit deyir deməli o banditdir. Ay qardaş, belə dünyada görmüsün, bax bu heyvan elə demirlər də, bu животное elə demirlər. Ona görə bugün hələ görün nə baş verir. Deməli Rus televiziyasında oturub Nəcməddin Sadıqovla danışırlar. Niyə Azərbaycanda Rus televiziyası deyir, Nəcməddin Sadıqovu niyə çıxartdılar, niyə türklər gəldilər, oturdular Nəcməddinin yerində, nə bilim, ay qardaş, türk öz torpağındadır, hardan gəldi, türk nə gəldi, türk, Turan, Özbək, Qazaq, Uyğurudur, Tatarıdır, bu türk torpaqlardır. Qazaxdır, Türkmeniyadır, Türkiyədir, Azərbaycan bu bir torpaqdır. Kim türkün harda olmağın kimin nə deyə bilər biz? Ay qardaş, bunu niyə icazə verirsiniz danışsınlar belə? Bax, bunlar deyir ki, Nəcməddin deməli ermənilərə ötürülmüş, ermənilərə kömək. Nəcməddinin üzündən Rembo da elə rəhmətə gedib. Nəcməddinin üzündən Polad Həşimov şəhid olubdur. Rembo şəhid olub mübariz. Yəni bu onun ötürdüyü bütün məlumatlar ermənilərin xeyrinə bizi satmaqda Nəcməddini Rusiyada o satqını deməli müdafiə edirlər. Danışırlar niyə Nəcməddini çıxartdılar. Bax bu qədərdir. Əlbəttə onlara sərf edir. İndi bugün Tanrı yenə də yəni Tanrı bugün raketləri götürüb bildi. Məsəl üçün Ukrayna, İran raketləri ki Ukraynanı dağıdırdı. Bugün onların başına raket yağır da, yəni İsrail Amerika tərəfindən. Yəni istəyirəm kim kiməsə düşmançılıq edir, onun başında sınır. Bax İran Farslar qulaq asın, eşidin ha. Sizin şəhidlər Ukraynanın 200 min uşağının başını kəsdi, doğradı, partlatdı, öldürdü, yatdığı yerdə. İndi o raketlər görürsünüz, gəldi sizin başınıza da düşüb. Deyirlər ki, bizi niyə vururlar, bizim uşaqları. Və sən İran, Ukraynada nə işin var? İndi də Azərbaycanı istəyirsən vurasan. Alçaq bilmirsən ki, necə qutaracaqsan axırın. Bax, bu alçaq yetimkələr Lavrov, Nibenziya bugün Turan'a qarşı, Azərbaycana qarşı yəni hazırlıq gedir. Özü də görün nə deyir. Deyir gələr Qarabağı məsələsini təzədən baxırlar. Niyə? Bunlar deyirlər ha. Oturub Rusiyada Qarabağ məsələsi bağlanmayıb, erməniləri yenə qoltuğunun altına o qarpızları verdilər. İndi ermənilər başlayır yenə. Yox, Zəngəzur biz verəmərik. Zəngəzur baxılmalıdır. İran oradan qoymur ha. Farslar qoymur ha bu Zəngəzuru. Ən birinci Farslar qoymur ha. Zəngəzur açılsın. Müslüman olsaydı Fars, Zəngəzur çoxdan açılardı. Başa düşdünüz? Başa düşdünüz? Ay yetimkələr. Sizə deyirəm ha. Durursunuz Farslara Müslüman deyirsiniz. Bax bu qədər.